Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Zaqatala su meliorasiya sistemlərinin istismar idarəsi rayon ərazisindən axan dağ çaylarında sel və daşqın təhlükəsinin qarşısının alınması məqsədi ilə idarənin iri həcmli texnikaları tərəfindən zəruri tədbirlər davam etdirilir. Hazırda Talaçayın sağ və sol sahillərində yuxarı Tala, aşağı Tala, Göyəm, Dardoqqaz, Höytala və Yol Ayrış kəndləri ərazilərində sahil bərkitmə işləri həyata keçirilir. Bununla yanaşı Muxaxçayda, Yuxarı Çardaqlar, Mamuruq, Zəyəm, Çoban Kol və Suvagil kəndləri ərazilərində, Katixçayın sol sahilində, Paşan kəndi ərazisində, həmçinin Bəkmətçayda, Car və Axaqdərə kəndləri ərazilərində daşqın riski yüksək olan zonalarda məcra təmizləmə və sahil bərkitmə tədbirləri davam etdirilir. Bildiyiniz kimi son günlər ərzində rayon ərazisində yağan intensiv leysan xarakterli yağışların yağması nəticəsində rayon ərazisindən axan irili xırdalı dağ çaylarından güclü sel keçmişdir. Sel nəticəsində sahil mühafizə qurğularına, hidrotexniki qurğulara, bütünlüklə çay məcralarında xeyli ziyan zərər vurmuşdur. Bununla əlaqədar idarəmiz gücləndirilmiş iş rejiminə keçibdir. Ayrı-ayrı çaylarda, ayrı-ayrı kəndlərdə sahil bərkitmə və mövcud infrastrukturun qorunması, bərpa olunması işləri tərəfimizdən həyata keçirilir. Zaqatala su meliorasiya sistemlərinin istismar idarəsi rayon ərazisində əkin sahələrinin suvarılması, sel və daşqınlara qarşı mübarizə tədbirlərlə yanaşı əhalinin keyfiyyətli içməli su təchizatını da həyata keçirir. Bu istiqamətdə də hazırda şəhər ərazisində mütəmadi işlər aparılır. İçməli suyun verilişində fasilələrin yaranmaması üçün baş verən qəzalar operativ şəkildə aradan qaldırılır. Bununla yanaşı son vaxtlar yağan intensiv yağışlar nəticəsində çaylara gələn sel suları içməli su mənbəsində də fəsadlar yaradıb ki, artıq bu fəsadların aradan qaldırılması istiqamətində də xeyli işlər görülüb. 8 iyul 2026-cı il tarixində rayon ərazisində baş vermiş sel daşqın nəticəsində hal-hazırda üzərində dayandığımız Talaçay içməli su mənbəsi və Silbançay içməli su mənbələrində su qəbul edici kompleks qurğular yararsız vəziyyətə düşmüşdür, sıradan çıxmışdır. Bununla əlaqədar operativ olaraq idarəmizin iri həcmli texnikaları, canlı qüvvəsi gecə növbəliyinə əsasən, gecə qrafiklərinə əsasən cəlb olunmuş, Zaqatala şəhərini içməli su ilə təmin olunmuş və nəticədə yararsız vəziyyətə düşmüş su qəbul edici qurğular tərəfimizdən hal-hazırda bərpa olunur. Qeyd edək ki, iyul ayının əvvəlində şimal-qərb bölgəsində leysan xarakterli güclü yağışlar yağıb. Nəticədə dağ çaylarından sel keçib. Ətraf əraziləri sel sularından mühafizə etmək üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təxirə salınmaz tədbirlər görülüb, çaylara ağır texnikalar yönləndirilib. Hazırda rayondan axan bütün dağ çayları nəzarətdə saxlanılır.